Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya ve murselin əmmə bəd. Möhtərəm müsəlmanlar, ilk öncəsi salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkatuh. Amma sonra bugünkü dərsimiz yenə də hədis elmi barədə olacaq. Və bizim şərh etdiyimiz Doktor Mahmud Taxanın Teysir-i Mustalahil Hədis, yəni hədis elminin asanlaşdırılmış bəyanı, belə deyək. Asanlaşdırılmış hədis elmi, belə də demək olar. Adlı kitabın şərhini davam etdiririk və sonuncu 78-ci dərsdə biz götürdük hədislərin yazılması, əzbərlənməsi və kitab halına belə deyə salınması bölümünün üçüncü bölümünü götürdük. Deməli bu kitabın üçüncü babında üçüncü məbhəsdir. Kitabın deməli məbhəsin adı El-Məbhəsus Səlis, Kitabətül Hədis və Dabtuhu və Tasnif Fihi. Yəni, üçüncü bölüm, hədisin yazılması, əzbərlənməsi, zəbt edilməsi və onun kitab şəklində bəyanı, yəni bəyan edilməsi. Deməli, həmin bölümün biz qaldıq 6-cı başlığında, bu da İstilahət fi kitabətil əlfəzil ədə və qeyrihə. Yəni, yazılarkən kitabların yazılarkən müəyyən istilahların elə qısaldılmış rəmz şəklində bəyan edilməsi məsələsi üçün ayrıca başlıq açır müəllif və deyir ki, bu başlıqda Gələbə alə kəsirin min kuttab əl-hədis əl-iqtisar alə rəmzi fi əlfəzil ədə. Deməli, deyilir ki, bəs hədis kitablarını yazanlar çox vaxtı, çox dəfə elə onlar müəyyən rəmzlərdən, hədislərin yəni bəyan edildiyi zaman elə müəyyən qısaldılmış rəmzlərdən istifadə edirlər. Yəni belə bir üslub, belə bir mənhəc takip edirlər, belə deyək. Və sonra deyir ki, فَمِنْ ذَلِكَ أَنَّهُمْ يَكْتُبُونَ və bunlardan aşağıdakılardır ki, hansı ki onlar bu cür yazırlar. أَنَّهُمْ يَكْتُبُونَ, yəni onlar bu cür yazırlar. Kimlər? Yəni mühəddislər, hədis alimləri. Ki onlar hədis kitablarını yazarkən və ya hədisləri kitablara yazarkən elə nə edirlər? Bu qısaldılmış və ya ixtisar edilmiş rəmzlərdən nə edirlər? İstifadə edirlər. Və bundan sonra müəllif sözünə davam edir ki, əvvələn hərf-u əlif, birincisi, yəni əlif hərfi haddasana vəzni. Deməli, haddasana vəzni ilə rəvayət olunan hədisləri müəlliflər və ya mühəddislər sin, dadısı sə, pəltə isə sə, nun, əlif, yəni sözün sonu, yəni sənə kəlməsi olaraq ixtisar edirlər, əv, nun, əlif və ya nə, nun, əlif halında nə edirlər? Rəvayət edirlər. Və oxuyanlar da elə məsələn hədislərin
sənədlərini oxuyanlar bu istilahları gördükləri zaman elə nə edirlər? Başa düşürlər ki, belə deyək, ki, buradan bu iki rəmzdən murad nədir? Yəni, həddəsənə istilahıdır. Həddəsənə də nə demək? Yəni, bizə rəvayət etdi, bizə söylədi, bizə danışdı mənasını ifadə edir. Bundan sonra müəllif ikincisini qeyd edir və deyir ki, hərf-u bə, ikincisi əxbərənə, yəni ikinci istilah, əxbərənə istilahı ki, bunu da yazarkən mühəddislər əlif, nun və bir də əlif. Yəni birinci əlif həmzəli. Həmzəli əlif, nun hərfi və əlif hərfi. 3 dənə hərf gəldiyi zaman bir istilah olaraq nəyi bildirir? Əxbərənə və ya əv, əlif, həmzəli, ra, nun və əlif. Bax bu 3-4 hərfdən ibarət olan iki istilah qarşımıza çıxdığı zaman hədislərin rəvayətlərində və ya hədislərin sənədində biz nə başa düşməliyik və ya nə başa düşürük ki, buradan murad, yəni bu ixtisarlardan murad nədir? Əxbərənə istilahıdır. Əxbərənə istilahıdır. Bundan sonra müəllif üçüncüsünü gətirir və deyir ki, hərf-u cim, cim hərfi, üçüncüsü, təhvilul isnad ilə isnadin əxər. Üçüncüsü, bir sənədin başqa bir sənədə dəyişdirilməsi. Yəni bu nə demək? Məsələn, hədis rəvayət olunur filən raviyə qədər sənəd olaraq. Filən raviyə qədər və sonra ha hərfi qoyulur və davamı, isnadın davamı rəvayət olunur. Lakin bu hədən sonraki isnad artıq ikinci sənəd sayılır bu hədisin. Dolayısıyla bu ona dəlalət edir ki, bu sənədin və ya bu hədisin iki dənə isnadı var. Bax bu təhvilül isnad, ha hərfinin, yəni qalın hərfin, yəni istilah olaraq istifadə edilməsi bizə bunu bəyan edir ki, bir hədisin sənədində, yəni iki dənə və ya daha çox sənəd özünü nə edir? İhtiva edir və ya həmin hədisin sənədində iki dənə sənəd vardır. Ona görə bu çox önəmlidir, baxın. Və sonra deyir ki, yərmuzuna ləhu bi hə. Yəni, mühəddislər bu istilahı ha hərfi ilə rəmzləşdirmişlər, belə deyək. Rəmz olaraq təyin etmişlər. Və sonra deyir ki, və yantiqul qari bihə həkəzə. Hə, əlif. Hə, yəni əlifi bir növ uzadır. Hə, hə hərfi, qalın hə, bir də ardıcan nə? Əlif hərfi. Və bu dolayısıyla nəyə dəlalət edir? Əgər isnadın içində, daxilində, tərkibində bu istilah ya iki cürdür, yenə deyildiyi kimi, ya ancaq hə hərfi, ki bu daha çox istifadə edilir tək halda, və ya ikinci hal hə və əlif ilə bitişik olaraq istifadə edildiyi zaman bu nəyi ifadə edir? Bu onu ifadə edir ki, yəni burada ikinci bir sənəd vardır. Yəni bu hədisin sənədində ikinci bir sənəd vardır. Və dolayısıyla bu həmin sənədin gücləndirilmiş olmasına dəlalət edir. Bundan sonra müəllif sözünə davam edərək deyir ki,
dördüncüsünü getirir ve deyir ki harfu del ceratul ade bihasfi kelimeti kâle ve nehvuha beyne ricalil isnadi hataen doğrusu hatten ve kâle li ecli el-ihtisar lakin yenbaghi lil qari el-telaffuz biha. Mesela haddesena Abdullah İbn Yusuf akhbarana Malik فينبغي على القارئ أن يقول قال أخبرنا Malik. Deməli, hədislərin sənədlərində qale sözü, yəni alimlərin deyir, axışqan olan, yəni yaygın olan adətlərindəndir ki, onlar qale sözünü ixtisar edirlər, həsf edirlər, yəni tərk edirlər. Və əslində isə bu bir nədir? Yəni belə deyək də, bu yəni o məqsədlə edilir ki, mətin ixtisar edilsin. Lakin bunun olması əslində lazımdır və ya bu deyir istəniləndir, yəni bəyəniləndir ki, olsun. Məsələn, həddəsənə Abdullah ibn Yusuf, yəni bizə rəvayət etdi Abdullah bin Yusuf, əxbərənə Malik, bizə xəbər verdi Malik. Yəni deyir, bəyəniləndir ki, burada oxuyanın üçün qalə kəlməsi deyilsin və deyilsin ki, yəni həddəsənə Abdullah ibn Yusuf qalə əxbərənə Malik. Belə olması daha doğrudur, daha düzgündür. Çünki həddəsənə Abdullah ibn Yusuf əxbərənə Malik. Burada yəni ixtisar edilmiş formada olduğu üçün bu da təbii ki, məqbul sayılır. Lakin doğru olan və ya ən doğru olanı hansıdır? Qalə sözünün mətində, daha doğrusu sənəddə olmasıdır. Və sonra müəllif sözünə davam edərək deyir ki, kəmə cərətul adə bihəsfi ənəhu fi əvəxiril isnəd ixtisərən. Və deyir, necə ki deyir, adət olmuş, yəni adət olaraq axışmış belə deyək, qaydaya görə bu söz, qalə kəlməsi ixtisar edilir mühəddislər tərəfindən, sadəcə hədisin isnadının axırında yazılır. Yəni, məsələn, sahabənin adı qeyd olunandan sonra deyilir ki, və ya yazılır ki, qalə, misal üçün. Bax, bu cür qayda istifadə edildiyini müəllif burada qeyd edir və deyir ki, məsələn, ən Əbi Hureyrətə qalə, məsələn, Əbu Hureyrədən, yəni rəvayət edilmişdir ki, demişdir. Əbu Hureyrədən rəvayət edilmişdir ki, demişdir. Yəni, qalə kəlməsini mühəddislər çox zaman hədisin sənədinin içində, belə deyək, aralarında, yəni şəxslərin aralarında ixtisar edirlər. Lakin bunun yazılan variantları da olur əlbəttə ki. Lakin ən axırda olan, yəni sahabənin adı qeyd edildikdən sonra onu yazırlar. Yəni onu daha ixtisar etmirlər. Necə ki, misalda müəllif gətirdiyi kimi, ən Əbi Hureyrətə qalə. Necə ki, müəllif gətirir. Deməli, misalda deyilir ki, misal üçün Əbu Hureyrədən rəvayət edilmişdir ki, demişdir, belə-belə demişdir, misal üçün. Və sonra deyilir ki, müəllif deyir ki, فَيَنْبَغِ لِلْقَارِ أَنْ نَتَقَ بِأَنَّهُ فَيَقُولْ أَنَّهُ قَالَ. Bəyəniləndir ki və ya istəniləndir ki, oxuyan, hədisi oxuyan onu qeyd eləsin.
və ənnahu ləfsi ilə qeyd eləsin de ki, həqiqətən də o bunu neyləmişdir, demişdir. Belə deyilir ki, ənnahu qalə ki, o həqiqətən də, yəni Əbu Hüreyrə necə deyilir? Misal üçün, yəni Əbu Hüreyrətə ənnahu qalə, yəni Əbu Hüreyrədən rəvayət edilmişdir ki, həqiqətən də o neyləmişdir? Demişdir, filan şeylər demişdir hədistin mətni olaraq. Və sonra müəllif sözünə davam edir ki, və zəlikə təsqihən lil kələm min heysul irab. Bu, yəni sözün və ya cümlənin daha səhih olmasının təşkil edilməsi üçündür irab baxımından. Yəni, qrammatik baxımdan belə olması səbəbindən daha doğru olmasıdır. Bundan sonra müəllif 7-ci bölümü qeyd edir və deyir ki, sədiyən 7-cisi Ər-rihlətu fi tələbil hədis. 7-cisi hədis tələb etmək üçün, yəni hədis yazmaq üçün səfər etmək. Rihlə nədir? Səfər etmək. Yəni, məsələn, tutaq ki, misal üçün bir mühəddis eşidir, misal üçün Məkkədə ki, tutaq ki, bir hədis, hansı ki, orada deyilir ki, filan kəsdən rəvayət etdi və o biri filan kəsdə, ikinci filan kəs, başqa bir məntəqədədir, başqa bir ölkədədir və ya başqa bir şəhərdədir və hədisin doğruluğunu və ya həmin şəxsin dediyinin doğruluğunu və daha səhih olmasını təsbit etmək üçün elə mühəddis həmin şəxsin olduğu ölkəyə və ya şəhərə səfər edir və həmin şəxsi tapır elə və ondan həmin hədisi mətnini və sənədini sorur və bununla bir hədisin, yəni əvvəlki ravi tərəfindən doğru deyilib, doğru deyilmədiyi təsbit edilir. Və bu da nədir? Çox önəmlidir. Həm birinci variant, belə deyək, birinci növ hədis tələb etmək üçün səfər etmək bu növdür. İkincisi də, və ya bunların yerlərini dəyişmək də olar. İkincisi də əlbəttə ki, misal üçün hədisləri dinləmək üçün şeyxlərdən müəyyən bölgələrə səfər etməkdir. Məsələn, tutaq ki, misal üçün bir Bağdadlının və ya bir Küfəlinin, tutaq ki, İmam Malikin zamanında Mədinədə İmam Malikin olmağını, belə deyək, varlığını eşidərək ondan hədis eşitmək üçün Mədinəyə səfər edib onun dərslərində oturması və ondan hədis eşitməsi də əlbəttə ki, elm tələb etməkdə və ya hədis tələb etməkdə səfər etmək babındandır və ya növündəndir, belə deyək. Bax, bunu qeyd edir, deməli, dediyimiz kimi 7-ci bölümdə müəllif nə deyir? Deyir ki, Ər-rihlətu fi tələbil ilm, yəni elm tələb etmək üçün səfər etmək. Elm tələb etmək üçün səfər etmək və sonra müəllif sözünə davam edərək deyir ki, لَقَدْ اِعْتَنَا سَلَفُنَا بِالْحَدِيثِ İnayətü leysə ləhən nazir. Deyir, artıq bizim sələfilərimiz, yəni qədim alimlərimiz, hədis tələb etmək üçün elə bir inayət, elə bir cəhd etmişlər ki, bunun bənzəri yoxdur. Yəni, yer üzündə, bütün zamanlarda, belə demək mümkünsə, belə bir ortam, belə bir olay olmamışdır ki, hansı ki, bir hədisin təsbit edilməsinə nail olmaqdan ötürü elə bir bölgədən və ya bir şəhərdən
başka bir bölgeye veya başka bir şehre sefer edilip həmin hədisin doğruluğu təsbit edilmiş olsun ki, bu da nədir? Önemli bir hususlardandır. Ve sonra sözünü devam edir ki ve sarrafu fi cem'ihi ve debtihi fil ihtimami vel cehdi vel vakti ma la yakadu yusaddikahul akıl. Deyir, onlar yani mühəddislər, alimlər, hədis alimləri hədisləri cəm etmək üçün və onları əzbərləndiyinin təmin etmək üçün buna çox mühim, çox əhəmiyyətli bir cəhd etmişlər və buna vaxt ayırmışlar, uzun vaxt. Məsələn, elə hədislər olub ki, bir hədis üçün həftələrlə səfər edilib. Baxın, bir hədis üçün həftələrlə səfər edilib, günlərlə səfər edilib. Misal üçün, tutaq ki, Bağdaddan səfərə çıxılıb, gedilib Yəmənə ki, o bir hədisin əldə edilməsinə nail olunsun ki, bu da nədir? Böyük bir səfərdir və böyük bir yoldur. Baxın, bu da çox önəmlidir, baxın. Və əlbəttə ki, alimlər zaman-zaman bundan istifadə etmişlər və sonra müəllif deyir ki, yəni əqli cəhətdən az qala bunun olması belə deyək də, qəbul edilməz sayılsa da, yəni bəzi çevrələrdə ola bilər ki, məsələn, bəzilər deyə bilər ki, misal üçün bir dənə hədisə görə həftələrlə yol getmək mi olar və ya günlərlə yol getmək mi olar? Əlbəttə ki, onlar üçün bu bir qeyri-adi bir şey kimi görsənsə də, lakin qədimdə sələf alimləri və ya mühəddislər bundan çox vaxt istifadə etmişlər. Və bundan sonra müəllif sözünü davam edərək deyir ki, fəbədə ən yəcmə əhəduhumul hədis min şuyuxi bələdihi yurhəl ilə bələdin və əqtərin uxra qaribə əv bəyidə liyəxuzəl hədis min şuyux tilkəl biləd. Deyir ki, bundan sonra yəni elə bir alim, onlardan biri, yəni hədisləri cəm etmişdir, bir kitab yazmışdır və hansı ki bir bölgədən elə başqa bir bölgəyə səfər etmişdir, istər yaxın olsun və ya uzaq olsun, o bölgədə olan şeyxlərdən hədis götürmək üçün belə səfərlər nə etmişlər? Etmişlər. Və sözünə davam edərək deyir ki, və yətəcəssəm müşaqus səfər və şəziful əyşi binəfsir radiyyə. Və onlar deyir, səfərin məşəqqətlərinə və yaşayış tərzlərinin ağır çətinliklərinə, ağırlıqlarına razılıq ilə, öz nəfsləri ilə, necə deyərlər, bundan razı halda bu əziyyətlərə, belə deyək də, yüklənmişlər və ya bu əziyyətləri neyləmişlər? Çəkmişlər. Və bundan sonra müəllif sözünə davam edərək deyir ki, və qad səndəfəl xatibəl Bağdadi kitəbən səmməhu ər-rihlə fi tələbil hədis. Və bundan sonra müəllif deyir ki, artıq deyir, Əl-Xatibəl Bağdadi elə 5-ci əsr, Hicri 5-ci əsr alimlərindəndir. Elə Əl-Xatibəl Bağdadi bu adda və ya bu məsələ barədə bir kitab yazmışdır ki, kitabı adlandırmışdır. Ər-rihlətu fi tələbil hədis, yəni hədis tələb etmək üçün səfər etmək və ya səfər, hədis tələbi üçün səfər. Bax, belə bir adda Əl-Xatibəl Bağdadi kitab yazmışdır və sonra müəllif sözünə davam edir ki, cəməə fihi
أخبار الصحابة والتابعين فمن بعدهم في رحلته في طلب الحديث ما يعجب الإنسان لسماعه dir ve orada El-Hatib el-Bağdadi sahabelerden ve tabiinlerden, onlardan sonra gelen tabiinlerden hədis tələb etmək barədə, səfər etmək barədə insanın eşitməsi üçün təəccüblü olan bir çox belə deyə də xəbərləri orada nə etmişdir, cəm etmişdir. Yəni həmin kitabda bir çox xəbərlər cəm olunmuşdur sahabelərdən və tabiinlərdən ki, bu əlbəttə ki bir eşidən üçün o sözləri və s. təəccüblü görsənə bilər. Və sonra müəllif sözünə davam edir ki, فَمَنْ أَحَبَّ السِّمَاءُ تِلْكَ الْأَخْبَارِ الشَّيِّقَةِ فَعَلَيْهِ بِذَٰلِكَ الْكِتَابِ. Və bundan sonra müəllif sözünə davam edir ki, kim deyir? O əcaib, yəni xəbərləri eşitmək istəyirsə, həmin kitaba müraciət etsin. Yəni, o kitabı oxusun və o kitabda belə də çoxlu qəribə və s. əcaib xəbərlər, məlumatlar alimlərin hədis tələb etməkdə tətbiq etdikləri üslublar üçün müəyyən qəribə, əcaib məlumatlar tapa bilər. Bundan sonra müəllif sözünə davam edir ki, فَإِنَّهُ مُنَشِّتُ لِتُلَّبِ الْإِلِمِ شَاهِزٌ لِهُمَمِهِمْ مُقَفٍ لِأَزَيِمِهِمْ. Bundan sonra müəllif sözünə davam edir ki, bu deyir, yəni burada qeyd olunanlar, həmin kitabda qeyd olunanlar elm tələbəsi üçün bir mənhəc, bir üslub göstəricisi. Yəni türklər buna kilavuz deyirlər. Yəni bir mənbə rolü oynaya bilər ki, və onlar bununla yəni əzimət nümayiş etdirərək bu üslubda hədislərin toplandığını bilmələri və buna ehtimam göstərildiyini anlamalıdırlar, bilməlidirlər ki, mühəddislər hədisləri toplayarkən hansı çətinliklərə və ya məşəqqətlərə məruz qalmışlar. Bax, belə bir ifadə işlədir müəllif. Həmçinin bu barədə yəni müasir alimlərdən ki, bu belə deyə də ziyadə edilmiş olan bir məlumatdır. Kitabda müəllif bunu qeyd eləmir. Əbdülfəttah Əbu Quddənin Safhat min sabrel uləmə alə şədəidil ilmi və təhsil adlı kitabını da məsləhət görmək olar ki, həmin kitabda da, deməli bir də kitabın adını deyirəm, Safhatun min sabrel uləmə alə şədəidil ilmi və təhsil və ya qıssaca olaraq Safhat min sabril uləmə adlanır ki, bu da bax qeyd etdiyimiz mövzu barədə, yəni hədislərin toplanılması zamanı hədis səfərləri edilməsi barədə müəyyən məlumatları özündə nə edir? İhtiva edir. Burada qalırıq 8-ci başlığı qeyd edirəm ki, müəllif 8-ci başlıqda Ənvəu təsnif fil hədis. Bu babda qalırıq. Yəni, hədisləri kitab şəklində yazılmasının növləri ki, bunları inşallah gələn dərsdə götürəcəyik. Müxtəsər bu qədər. Allah bilir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.